Əslində mən bunları sizlərə tətildə göstərə bilərdim öz üzərimdə. Təbii ki, orada da göstərəcəm kombinlərimlə bərabər. Amma ki, bilirəm mənim izləyicilərim, mənim belə səmimi təqdimatlarımı çox sevdikləri üçün belə bir unpacking videosu istəyirəm çəkim sizlərə. Bu dəfə ayaqqabılardan sonra klaçları sizlərə göstərəcəm. Baxdım ki, qardirobumda klaçlarım azlıq təşkil edir qızlar. Belə şey olmaz. Dedim ki, bundan sonra hər ziyafət geyiminə uyğun klaçlar əldə edəcəm. Uzun axtarışlardan sonra klaç az səhifəsi rastıma gəldi. İnanırsınız, Instagramda nə qədər axtarırdım ki, sırf klaç səhifəsi olsun. Yəni çanta, klaç, aləm dəyməsin bir-birinə, sırf klaç. Və bunun üçün də çox uyğun qiymətli və keyfiyyətli, zövqlü bir səhifə tapdım. Qeyd edəcəm sizlərə də. İlk əldə elədiyim belə bir gümüşü rəngdə çantam oldu. Üzərini belə pakovka ediblər ki, cızılmasın. Çünki bu görürsünüz şüşəli klaçlar hər zaman cızıq salma ehtimalları yüksək olur. Ona görə də belə götürdüyümdə istifadə edəcəm. Yenə də bunları belə salafana keçirəcəm. Gümüşü rəngdə qəşəngli və içərisində belə iridir. Kayçukdur. Bəyəndim bunu. Sonra klaç az səhifəsindən belə tətilim üçün mirvari deyimmi, balıq qulağı deyim. Balıq qulağı rəngində. Bunların rəngləri də var bu arada. Belə bir tonda klaç əldə elədim. Qızılı qarışığı olan. İçərisi də belə astarlıdır. Çox gözəl və keyfiyyətlidir. Sonra dedim belə çantam yoxdur. Hansı ki ağ-qaralar. Ağ donla da giyinmək olar bunu. Qara donla da giyinmək olar. Həm belə mirvarili tutacağından istifadə edə bilərsiniz. İstəməsiniz əgər belə keçirən hissəsi var. Bunu çıxardırsınız. Belə istifadə edirsiniz. Çox incə, zərif və qəşəng bir çantadır. Bilmirəm bundan indi stokda qalıb mı, qalmayıb mı? Amma deyəsən son bir ədədi mən əldə elədim. Amma şirindir. Sonra klaç səhifəsindən belə mirvari bağlamalı, içi astarlı, belə rəngdə də götürdüm. Hansı ki bu kariçnovi kimi kariçnovi deyil, əsasən rose gold rəngdə demək olar. Nəysə, indi artıq özünüz rəngi anladınız. Bu çox bəyəndiyim bir desen olduğu üçün bunun başqa bir rəngini də əldə elədim. Çox gözəl, zərif, narin bir rəngdir. Görün necə gözəldir. Necə qəşəngdir, necə narin, zərif və bunu istifadə edə diqqətli olun. Çünki üst hissəsi kayçukdur, içəri hissəsi isə astarlıdır. İçərisində hər birinin çiyindən asmaq üçün bağcığı da var. Belə. Qəşəng də, superdir. Sonra yenə də klaç az səhifəsindən belə bir ağ rəngdə gördüm ki, dərili klaçım yoxdur. Elə orada görər-görməz vuruldum. İçərisinin astarı falan, baxın. Görün necə qəşəngdir. Bağlanan hissəsi maqnitləndir. Mənim ağ rəngdə ayaqqabılarımla da belə qəşəng uyğun olaraq giyinəcəm. Çox uyğun qiymətlidir qızlar. Son olaraq, yəqin ki gördünüz, sizlər üçün paylaşmışdım sabo. Hansı ki Zara'nın sabosunu paylaşmışdım, üzüylü olan sabo. Ona uyğun olaraq sırf belə bir klaç əldə elədim. Bunları ən çox məclislərdə götürəcəm və tətil getdiklərində ən çox lazım olan çəkiliş falan eləmək üçün qəşəng görsənir belə əldə. İçərisinin də bunda da keyfiyyətli belə bağcığı var, çiyindən asmaq üçün. İçərisi astarlıdır, ağız hissəsi maqnitlidir və çox keyfiyyətlidir, dəri modeldir. Çox bəyənəcəyiniz bir klaç səhifəsi tövsiyə edim sizlərə. Keçid əldə edə bilərsiniz. Ziyafət geyimlərinizi daha belə göz oxşayan, daha belə rəngarəng, zövqlü və gözəl bir görünümdə etmək istəyirsinizsə klaç az səhifəsinə müraciət edə bilərsiniz.